Fikrimi dəyişib bu videoyu silmədən bu videoya çox diqqətlə baxın. Çünki qarşılaşa biləcəyiniz ən vacib videolardan birini açdınız. Deməli bu videoda belə bir qərara gəldim ki, daha doğrusu belə bir qərara gəldim ki, mentorluğun daxilində olan teorik və ümumi, necə deyim, vacib bəzi advanced mövzular var ki, bunları da eyni zamanda YouTube-a, yəni publica çəkərək yükləyim və mentorluğun daxilində daha çox practical, executionable, yəni bir növ daha o istiqamətli olaraq formatını daha dəyişim. Yəni bu bir növ içərinin keyfiyyətini daha çox artırmaq məqsədlidir ilk növbədə. Və eyni zamanda publicin də keyfiyyətini, kanalın da keyfiyyətini artırmaq üçün, daha yaxşı videolar işləmək üçün ilk olaraq bu videodan başlayıram. Deməli, diqqətlə baxın, bu videoda nələr haqqında danışacağıq, bunların üstündən keçim. Bir növ order flow-un və yaxud da digər mikrostruktur traderi və yaxud da scalperların və yaxud da day traderlər ola bilər, qaçırdığı ən böyük nöqtələrdən danışacağıq. Və yəni çox qısa, kanaldakı qısa videolardan və çox dolu olan videolardan biridir bu. Deməli, ən əsas əhatə edəcəyimiz 5 necə deyim, bölmə bunlar olacaq. VPR, cycle analizləri, rejim davranışı, gül daxili paylama və kaos harada başlayır? Bunlar haqqında danışacağıq. Modellər nəyi qaçırır və necə qaçırır? Gəlin indi hər şeyə birinci, mən burada başda qeyd elədiyim VPR haqqında danışaq və başa düşək ki, bu VPR nədir? Və bu, birinci belə deyim ki, VPR-ın açılışı Volume Price Range-dir. Yəni bir növ nəyi göstərir? Birinci bu haqda danışım, sonra nəyi hesablayırsa o haqda danışacağım. Bu da bu arada mənim özümün əqli mülkiyyətimdir və ilk mənə aid olan bir anlayışdır. Belə deyək, ilk öncə belə fikirləşin. Bu A nöqtəsidir, burada B nöqtəsidir. Qiymət bu A nöqtəsindən B nöqtəsinə qədər gələndə hər zaman bu, yəni ki, beynimdə bir sual idi ki, bu hərəkətlər arasında, yəni A nöqtəsindən B nöqtəsinə qədər hər iki hərəkət eyni ola bilməz. Birinci olaraq çünki bu hərəkətlər üçün müxtəlif zaman və ikinci növbədə isə bu hərəkətlərin baş verməsi üçün müxtəlif yanacaq dediyimiz həcm sərf olunmalıdır. Yəni bir növ mən bunlar üstündə düşünməyə başladım ki, volatillik və həcmi istifadə eləyərək necə bir şey ala bilərəm ki, sanki bu hərəkətlərin keyfiyyətini ölçə bilim və yaxud da bu hərəkətlərə sərf olunan effortu ölçə bilim. Gəlin belə düşünək. İndi lap sadə uzaqdan baxaq. Deyək ki, bu hərəkətlər orada deyil. Sadəcə maşın düşünün. Bir maşın yolu düşünün və bura A nöqtəsidir, burada B nöqtəsidir. Maşın A nöqtəsindən B nöqtəsinə qədər hərəkət edən zaman yanacaq sərf edir və bu yolda da siz bir qar təbəqəsi olduğunu düşünün. Gəlin belə deyək ki, bu yolda bir qar təbəqəsi var. Əgər maşın A nöqtəsindən B nöqtəsinə qədər 30 gün ərzində, məsələn, bir gün 10 litr, bir gün 5 litr, bir gün 7 litr, deyək ki, dəyişik yanacaqlar sərf edir. Təbii ki, artıq burada ilk olaraq nəyi xatırlayırıq, nə haqda düşünürük? Deməli, əgər ki, yüksək yanacaq sərf edirsə, maşın bu yol üçün yüksək yanacaq sərf edirsə, deməli A nöqtəsindən B nöqtəsinə qədər yoldakı qarın qalanlığı daha çoxdur. Yox, əgər az yanacaq sərf edirsə, deməli qarın qalanlığı daha azdır. Yaxşı, indi biz az və çox nəyə deyə bilərik? Əgər biz, məsəl üçün, keyfiyyətli kifayət qədər datanı ortalamasını tapsaq, məsələn, düşünün ki, bir gün 10 litr sərf elədi, bir gün 5 litr və s. 30 günü toplasaq, bir gün deyək ki, 9 litr və 30-a bölsək, bu bizə bərabər bir ortalama verir. Bir ortalama əldə edirik. Və ortalamanı əldə edildikdən sonra, indi deyək ki, 31-ci gündə maşın deyək ki, 15 litr bu yol üçün yanacaq sərf edəndə, deyək ki, bizim ortalamamız da 7 litr olsun. Artıq 15 litr sərf edib, ortalama da 7 litrdir. 15-i 7-yə bölsək, dəyər birdən çox olur. Və bizə bu onu deyir ki, yoldakı qarın qalınlığı ortalamanın üstündədir və yaxud da qar həmin istiqamətdə daha qalındır. Və bu qar filan söhbətlərdən danışdıq, əslində bunlar likvidlikdir. Bildiyimiz kimi likvidlik nə idi? Hazırki qiymət buradadırsa, bu qiymətdən yuxarıda satış likvidliyi, yəni ask tərəf, aşağıda isə alış likvidliyi, yəni bid tərəf var.
Ask tərəfi satış limiti əmrləridir, satış likvidliyidir və bir tərəf isə alış likvidliyidir. Və bunlar deyək ki, məsəl üçün sadəcə biz ENQ-də qrafikə baxırıqsa, sadəcə ENQ Nasdaq-Nasdaqa görə hərəkət eləmir. Nasdaq sadəcə Nasdaqdakı həcmə görə hərəkət eləmir. Həcmə, likvidliyə və iştiraka görə hərəkət eləmir. ENQ bir növ böyük bir səbət olan korrelasiya edən marketlərdən bir yerdə hərəkət edir. Sadəcə öz başına, öz likvidliyi hesabına, öz vəlim hesabına hərəkət eləmir. Bir növ shared info deyilən bir şey var ki, bununla bir yerdə başqa korrelasiya edən marketlərdə hərəkət edir. Yəni belə düşünün də, qrafik buradan buraya hərəkət elədi. Biz bunu sadəcə Nasdaqın likvidliyi və həcmi ilə izah edə bilmirik. Çünki bu hərəkəti ES elədi və ES-də burada fərqli likvidlik var. Fərqli likvidlik qalınlığı var. Bu zaman burada biz artıq çaş-baş qalırıq. Amma əgər ki, biz likvidlik qalınlığına fərqli cür yanaşsaq, məsəl üçün, hardan bilə bilərik ki, yuxarıdakı satış likvidliyi və yaxud da qiymətin yuxarıya doğru hərəkəti zamanı aşağıya doğru hərəkətindən daha çox qalın likvidliklə üzləşir. Daha çox pasiv əmrləri icra eləmək olur. Pasiv əmrləri icra eləmək olur. Belə baxaq da, bunu indi bir hesablama edək. Bayaqki o yanacaq və yol söhbətindən yola çıxaraq gəlin bir hesablama edək. Əgər ki, VPR necə tapa bilərik? VPR ümumiyyətlə nə idi? Anladıq ki, Volume Price Range. Yəni bir növ gəlin belə bir hesablama edək. Hesablama məntiqi arxada belə bir hesablama eləmişəm ki, birinci row volume bölünsün range. Hər range üçün sərf olunan volume-u biz əgər ki, bu rowa bölsək, əldə edirik bir nə? Nisbət. Yəni sanki hal-hazırda çiy davam edəni öz ortalamasına bölsək, bir nisbət alarıq. Bu nisbət birdən böyük və ya birdən kiçik ola bilər. Yəni arta bilər ya da azala bilər. Əgər ki artırsa, əgər ki bu yuxarıya qalxırsa, VPR-ın dəyəri yuxarıya qalxırsa, bu deməkdir ki, məsəl üçün qiymət bu nöqtədən bu nöqtəyə hərəkəti zamanı, əgər ki bu VPR da bunun üçün qalxırsa, bu deməkdir ki, yuxarıda likvidlik daha qalındır. Niyə? Çünki ortalamadan daha çox həcm sərf olundu bu hərəkət üçün. Əgər ortalamadan daha çox həcm sərf olunursa hansısa bir istiqamət üçün, deməli həmin istiqamətdə qiymət daha qalın likvidliklə üzləşir. Yəni ki, və yaxud da əksi ola bilər. Əgər A nöqtəsindən B nöqtəsinə qədər qiymət qalxan zaman bu hərəkət üçün VPR-ın dəyəri azaldısa, aşağıda VPR toolunda, bu zaman bu bizə bu deyir ki, A nöqtəsindən B nöqtəsinə qədər ortalamanın altında həcm sərf olunub range üçün, deməli, həmin istiqamətdə likvidlik daha nazikdir. Və bir növ VPR-dakı dəyişimlər qiymətlə paralel qiymətin altında olur. Yuxarıda qiymət var deyək ki, aşağıda isə VPR toolu var. Və buna biz burada baxa bilərik. Gəlin burada qrafikdə açın. Baxın, bu aşağıdakı bu birinci gördüyünüz tool VPR-dır və bir növ likvidliyin qalınlığının istiqaməti üçün əsas istifadə edədiyim toollardandır. Nəysə, keçək mövzuya, davam edək. Deməli, burada VPR-a baxdıq. VPR-da deməli bu dəyişikliklər likvidliyin qalınlığının istiqamətinin harda çox olduğunu göstərir. Məsəl üçün, qiymət aşağı hərəkət elədi, belə yuxarı hərəkət elədi. Baxırıq ki, məsələn, ola bilər ki, aşağıda görərik ki, VPR aşağı hərəkətdə qalxdı, yuxarı hərəkətdə düşdü. Bu bizə nə deyir? Bu deyir ki, yuxarıda nazik likvidlik var. Yəni bir növ bu kimi şeylər birinci sizə sətin gəlirsə, Top 50-nin ilkin dərslərində likvidlikdir, aqressiv həcmdir, bunlar bir-birini necə icra edir, bunlar haqqında danışmışam. Və aşağı istiqamətdə də qiymət düşən zaman VPR-ın dəyəri artdığına görə bu aşağı istiqamətdə qalın likvidlik olduğunu deyir bizə. Artıq əlimizdə keyfiyyətli bir data var. Yəni bir növ heatmap və yaxud da DOM-un göstərə bilmədiyi bir şey var. Niyə heatmap və DOM kimi alətlərə mən güvənmirəm? Deyək ki, heatmapdə burada qalın likvidlik olduğu görünür. Mən birinci heatmapdir, DOM-un bunların datası o qədər də yəni keyfiyyətli, yəni dəqiq data source-lar deyil. Hər biri bir-birindən müəyyən qədər fərqlənə bilər və bunların hamısı pul qazanmaq məqsədli platformalardır. Və bu platformalar bir növ aldığı data feedi, bu data feedin nə qədər göstərilir, nə qədər gizlədilir məlum deyil. Lap ondansa deyək ki, burada heatmapdə qalın likvidlik görünür. Yəni bir növ likvidlik daha çoxdur. Ola bilər satış tərəfli likvidlik və yaxud da alış tərəfli, yəni nəsə. Bunu yadınıza saxlayın ki, likvidlik sadəcə burada görünən deyil. Bir şey əgər orada görünürsə, bir şey əgər ki sizə çatırsa,
Çox gecdir. Tək sözlə çox gecdir. Bir məlumat sizə çatması artıq o məlumatın keyfiyyətini itirdiyi deməkdir. Bunu da qoyaq qırağa. Ondan əlavə likvidliyin bircə görünən tərəfi yoxdur. Görünən likvidlik deyil. Arxa fonda icebergdir haqqında danışmışdım mən bir dəfə. Iceberg əmrləri var. Sadəcə kiçik bir qismi görünür. Sanki orada ilk başda nazik likvidlik görünür. Amma əslində orada arxa fonda doldurulmağa hazır böyük bir həcm olur. Bir növ qiymət buradan bura hərəkət edəndə biz görürük ki VPR artır. Amma normalda bayaq orada heatmap'də qalan bir likvidlik yox idi. Sadəcə orada arxa fonda gözləyən bir iceberg var idi ki, iceberg hissəli marketə yedirildi və aqressiv iştirakçılar, yəni aqressiv iştirak bir növ onları doyurmalı oldu, doldurmalı oldu və nəticədə VPR yüksəldi. A nöqtəsindən B nöqtəsinə qədər ortalamanın üstündə həcm icra oldu. Ona görə VPR-ın dəyəri artdı. Yəni nə? Likvidlik burada qalındı. Amma bura çatanda ola bilər ki, qiymət, yəni heatmap'də likvidliyin qalın göründüyü yerə birdən-birə həmin likvidlik ləğv olunsun, saniyələr içərisində doldurulmağa qalmış ləğv olunsun və yaxud da həmin likvidlik yuxarıya doğru sürüşdürülsün. Və yaxud da yəni necə deyim, bu kimi şeylər, datalar ona görə keyfiyyətli deyil. Amma biz aşağıda VPR-a baxanda real likvidliyin qalınlıq istiqamətini biz buradaykən bilə bilərdik ki, qiymət burada nə baş verir arxa fonda? Yəni likvidlik həmin istiqamətdə qalındır, yoxsa nazikdir? Yəni likvidlik marağı ayrıdır, niyyəti ayrıdır. İştirak, yəni aqressivliyin marağı və niyyəti ayrıdır. Yəni bir növ belə, VPR-da ilk başda bunu başa düşdük. Bunlar çox növdə istifadə oluna bilər, çox suda istifadə oluna bilər. Vaxt itirmədən VPR haqqında danışdımsa, keçə bilərik növbəti hissəyə, yəni bir növ VPR marketin bir tərəfidir. VPR marketin bir tərəfi, sanki o bir növ yerlənəcək və yaxud da türkçülər demiş, tahterevalli kimi düşünün bunu. Yəni ki, bir növ necə? Necə ki, o şeydə iki istiqamət olur. Bir tərəfdə bir nəfər otura bilir, digər tərəfdə bir nəfər otura bilir. Marketdə burada bir tərəfdə likvidlik oturur, qiymət hərəkətinin arxasında. Likvidlik. Və bir tərəfdə isə iştirakçı oturur. Bir növ aqressiv iştirak deyə bilərik. Bəs yaxşı. Və bir də bunlar arasında dəyişən volatillik var. Bir növ bizim rejim dediyimiz budur. Yəni market bilirik ki, daim dəyişir. İştirak və likvidlik daim qalınlığı və miqdarı dəyişir. Və bunların miqdar olaraq da, kəmiyyət olaraq da dəyişməsindən əlavə bunların niyyəti də dəyişir. Bununki hedgingə dəyişə bilər, inventory-yə dəyişə bilər və s. Bununki də eyni zamanda fərqli məqsədlərdən dolayı dəyişə bilər AZFT-lərin niyyəti. Yəni ki, bir növ bunlar stabil deyil. Və marketdəki volatillik rejimi də, market rejimi də dəyişdiyinə görə də bir şeyləri stabil saxlamaq olmur. Long termdə işləyənlər short termdə işləmir, short termdə işləyənlər isə long termdə işləmir. Yaxşı, biz burada likvidlik aləti kimi VPR-dan danışdıq. Əsas mənim özümün alətim olan VPR və price range çox professional bir hesablama edir orada. Və bir də gəlin biraz iştirak haqqında danışaq. İştirak bu arada nəzərdə tutduğum həcm deyil. Həcm istehlak olunmuş, yəni bir növ iştirakla likvidliyin birləşmiş halıdır. Belə düşünün də, burada pasiv satış əmri var. Deyək ki, burada 10 kontraktlıq likvidlik var, pasiv satış limit əmri var və yaxud da başqa deyişdən eyni şeydir, 10 kontraktlıq. Bir dənə 10 kontrakt almaq istəyən, aqressiv, market əmrindən aqressiv almaq istəyən gəlir. Bunu istehlak edəndə bunlar birləşir və 10 volume deyə bilirik, alış volume deyə bilirik ona. Amma bunlar hələ birləşməmiş ayrı-ayrılıqda bu iştirakdır, bu tərəfsəl likvidlikdir. Yəni bir növ bunlar arasındakı əsas fərq budur. Belirləyək, VPR haqqında danışdıq, keçək iştirak məsələsində ki, iştirakda əsas alət hansıdır? İştirakda belə danışaq da. Mənim əsas mükəmməl, hazırda ən mükəmməl baxış bucağım iştiraka bir növ rejimdən asılı olaraq müxtəlif, yəni necə deyim, rejimə asılı olaraq hər gün bir-birinə yaxın dərəcədə marketdə həcm icra olunur. Yəni bir növ bu hardasa NQ-də gündəlik 650 minlik kontraktlıq bir şeydir. Deməli, belə danışaq. Əslində bu videonun sonlarında danışacağım, əvvəlcədən danışaq. Günün iştirak şeyi necədir? Gün 18
00-da açılır. Yəni ümumi marketdən söhbət gedir. Həcm hələ ki az icra olunur və birdən-birə 9.30-a yaxınlaşanda həcm artır. İcra olunan həcm, yəni iştirak da artığına görə artır. Sonra bir qədər azalır. Bir də sonra market bağlananda bir dəfə artır. Sonra isə bağlanır. New York açılanda 9.30 artır. Və bir də market bağlananda 16.00 artır. Ondan sonra yenə buradan 18.00 açılır. Yəni bir növ günün əsas iştirakının dağılımı belədir. Gördüyünüz kimi ən yüksək həcm 9.30 vaxtına və bir də ki çıxış həcmi var. Bu daha çox, buna o qədər də fikir vermirik əslində. Bu daha çox o hedging aktivliyidir, növbəti günə rolloverdır və yaxud da pozisiyaların bağlanmağı istiqamətində icra olunan həcmdir. Yəni 9.30 ona görə də daha vacibdir ondan bizə görə. Və bir də likvidliyin qalınlığı var. Likvidliyin qalınlığı isə gün boyu belə dəyişir. Yəni bir növ günün əvvəlindən yavaş-yavaş artır və burada bir nöqtə var. Bir nöqtə gəlir ki, likvidlik marketdə daha qalın qalır və iştirak isə daha az olur. Yəni bir növ həcm daha az olur. İcra olunmuş həcm daha da az olur. İştirakın az olması ilə bir yerdə. Yəni bir növ gün içi belə rejim dəyişir. Amma bu hələlik mövzumuz deyil. Bizim mövzumuz odur ki, biz əgər ki, deyək ki, gündəlik 650.000 kontraktlıq həcm icra olunacaqsa ortalamada, bu hər zaman, yəni elə gözlədiyimiz kimidirmi ki, elə iminli belə olsun, belə iminli bu qədər burada girsin, bu qədər burada. Yəni elə bir dünya yoxdur, elə bir market yoxdur. Və dəyişəcək. Və ortada nə olacaq? Bəzən, indi fikirləşin də, deyək ki, bu 9.30 açılandan 10.00-a qədər, buradakı 30 dəqiqəlik qismdə toplam günün ən çox həcmi girirdi. Deyək ki, 200.000 kontraktı burada girməli idi. Amma ki, fikirləşin ki, indi, yəni bir qədər hansısa bir səbəbdən, hansısa bir information flow, yəni nəsə bir başqa bir səbəbdən dolayı, niyyətdən dolayı biz görsək ki, əgər burada 200.000 kontrakt yox, 100.000 kontrakt sadəcə girib. Amma ortalamada bu son ayda 650.000 kontraktlıq gündəlik həcm icra olunmalıdır və görürük ki, keçərli bir səbəb də yoxdur. Bank bayramı da filan deyilsə, burada 100.000 itmir. Yəni 100.000 niyyətli həcm itmir. Sadəcə gün deformasiya edir. Sanki bir növ belə düşünün. Bu 100.000 günün fərqli saatlarına dağılacaq. Yəni buradan keçərək günün fərqli saatlarına dağılacaq. Və yaxud da belə düşünün. 9.30-dan əvvəl birdən-birə çox yüksək bir həcm girsə nə baş verəcək? Bir növ 9.30-un da payına düşən və yaxud da günün qalan hissəsinin də payına düşən həcmdən bura gedir. Və bir növ buradakı yüksəklik burada azalmaya səbəb olacaq. Və yaxud da ən rahat nümunələrdən birini NFT ilə göstərə bilərik. NFT günlər, ya da Fedin faiz qərarı günləri, daha doğrusu NFT deyil. Onda 14.00-da xəbər çıxır. 14.00-da xəbər çıxacağına görə isə New York saatı ilə New Yorkun qalan hissələrindəki iştirak çox az olur. Bir növ ortalamanın altında olur. Və 14.00-dan sonraki həcm isə ortalamanın üstündə olur. Yəni bir növ görürsünüz, yeni bir şey yaradılmır. Sadəcə mövcud olan müxtəlif vəziyyətlərə düşür. Sanki bir plastilin düşünün, oyun xəmiri düşünün. Onun bir hissəsini dartıb da bir hissəsindən basa bilərsiniz. Normalda yeni bir plastilin yaradılmır və yaxud da mövcud olan yox olunmur. Sadəcə onun forması dəyişir. Eyni zamanda mənə görə gündəki bu cür deformasiyaya meyillidir. Yəni bir növ daha fərqli state'dən, cycle-dan cycle-a keçir mənə görə. Və bu cycle-ları necə oxuyuram mən? Belə bir sadə bir düsturla izah edeyim, yanaşma ilə izah edeyim. Bu da yenə mənim özümə aiddir. Sırf Əgər ki, biz hardan bilək ki, məsələn 9.30-dan 10.00-a qədər məsəl üçün icra olunan həcm ortalamanın altındadır. Və məsəl üçün hələ ki azı sanki bir onun azı icra olunub və çoxu gözləyir, irəlidə qarşımıza çıxacaq və böyük bir hərəkətə səbəb olacaq və biz bunu necə istifadə edə bilərik? Mənim əsas verdiyim, özümün ilk başda suallar belə idi. Deməli, ilk başda belə bir alət üstündə işlədim. Deməli, fikirləşin ki, məsəl üçün atıram, hardan bilə bilərəm ki, məsəl üçün 9.33-də icra olunan həcm, marketə girən həcm son ayın, ola bilər, son 30 sessiyanın ortalamasının altındadır. Yəni, nəzərdə tutulmuş niyyətli həcm iştirak hələ ki baş verməyib.
Əgər ki biz son 30 sessiyanın hamısının 9.33-ünü 9.33-ündəki icra olunmuş həcmi toplasaq və 30-a bölsək, bu bizə bir dənə ortalama verəcək. Nə qədərsə bir ortalama. Sanki biz artıq bir qabımız var. Bir növ bir ölçü qabımız var. Və buna görə də ki, indi artıq müqayisə edə biləcəyik. Məsəl üçün, bu günün 9.33-ü gələndə artıq 9.33-ü gələndə biz görəcəyik ki, sanki bu referans götürdüyümüz son 30 günün ortalaması olan average yazıram bunun üstə. Son 30 günün ortalaması olan bu qabın, yəni bu qədər icra olunan həcmin bu gün nə qədər bir hissəsi icra olunacaq. Məsələn, ola bilər ki, bu günün 9.33-ündə bunun çox altında həcm icra olunacaq. Bir növ az iştirakın olduğu deməkdir bu. Ola bilər 9.34 şamındakı onu eynisini hesabladı və görək ki, yenə ortalamanın altındadır. Yəni, artıq mənə nə gözləntiyə salır? Hələ də icra olunmayan potensial həcm gözləyir. Yəni, bir növ sanki təyin olunan yanacaq var idi bizim əlimizdə. 10 litr. Yarım saatlıq 10 litr yanacaq istifadə olunmalı idi. Amma ki, o yarım saatın 25 dəqiqəsində bu yanacağın az bir qismi istifadə olunsa, deməli nə olur? Son 5 dəqiqəyə daha böyük bir qism qalır. Və son 5 dəqiqədə bu bombanın partlaması çox böyük ehtimal olur. İndi gəlin belə baxaq da, bu kimi məlumatlar, bu kimi şeylər artıq bizə verən bir tool var və bu toolu da indi göstərim mən sizə. Deməli, burada baxa bilərik bu toola. Baxın, buradakı bu şey var ki, aşağıdakı alət var. Bunun gəlin bir dənə ayarlarından bir şey eləyim. Bu rəngləri qapayım içində və burada görürsünüz, boş qutular var sanki. Bir boşluq var. Baxın, həmin boşluq ortalamadır. Son 30 günün həmin şama düşən həcmin ortalamasıdır. Və bu günü rənglər onun içinə doldurur. Sarı ortalamanın altında həcm icra olunması deməkdir. Mavi yenə altında, ortalamanın altında icra olunması deməkdir, amma tam doldurmaması deməkdir. Turuncu tam doldurması və biraz aşması, qırmızı isə sanki daşması deməkdir. Həmin bir növ son 30 gündə həmin dəqiqəyə düşən və yaxud da həmin candle-a düşən, hansı time frame-də baxırıqsa, düşən həcmin ortalamanın altında olduğunu görürük biz. Neysə, demək keçək indi növbəti bəzi hissələrə. Deyək ki, ortalamanın altında icra olundu. Məsələn, bu kimi datalar necə kömək olar bizə? İndi əgər ki, belə düşünün, artıq deyək ki, hər hansısa bir zaman içindən keçirik və həmin zaman üçün görürük ki, biz ortalamada icra olunan həcmin çox üstündə həcm icra olunur. Yəni, çox üstündə iştirak var. Artıq belə olması, bayaq dediyim kimi, nə demişdim? Yeni bir şey yaradıla bilməz və yaxud da yox oluna bilməz. Sanki sadəcə bunun burasından tutub dartırıq hər hansısa bir hissəsinin və buradan tutub dartmaq, burada avtomatik yüksək aktivliyin gəlməsi, ondan sonraki dəqiqələrdə və yaxud da cycle-da ortalamanın altında bir cycle-ın gəlməsi deməkdir. Yəni, bir növ nəzərdə tutulan 650 minlik kontraktlıq həcm yenə icra olunacaq. Sadəcə olaraq, əgər burada çox yüksək icra olunubsa, təyin olunanın, deməli ondan sonrakının payından alıb bu. Sadəcə hər hansı bir informasiya flowu buna səbəb olub. Ortalamanın üstündə həcm icra olunmağına. Və ona görə də növbəti artıq cycle-da marketdə ümumi interkorrelasiya edən marketlər, nazarınızda saxlayın, bir yerdə hərəkət edir, ortalamanın altında bir aktivlik olacaq. Yaxşı, gəlin indi bu məlumatları bildik, bu alətlər haqqında danışdıq, iki şey haqqında, yəni bir növ likvidlik və iştirak aləti haqqında danışdıq. Və buna isə mən decap adını verdim. Yəni bir növ bir qab sanki, hansı ki müəyyən bir qabımız var və həmin qabı bu gün içinə icra olunan iştiraki həcmi doldurur və biz müqayisə edə bilirik və biz hansı cycle-da olduğumuzu bilirik. Yoxsa bu olmasa,
Sadəcə quru qrafikə baxmaqla belə həcm orada olur. Biz bilmirik ki, hansı cycle-dayıq. Hal-hazırda burada bizə yüksək görünən şey görəsən həqiqətən yüksəkdirmi, yoxsa ortalamanın altındadırmı? Ortalamanın altındadırsa, deməli hələ də gözləyən bir potensial var və ortalamanın üstündə olacaq. Və bu üstündə olandan necə istifadə edəcəyik? Yaxşı, burada çox şey haqqında danışdıq. Deməli, günün paylaması haqqında danışdıq. Likvidlik qalınlığı haqqında danışdıq. Növbəti hissəyə keçsək, deməli, cycle analizləri tamamladıq. Bunun haqqında danışacağıq. Rejim davranışı biraz bu haqqında danışaq. Çox uzanmasın video, gündaxil biraz da sadəcə o qızıl qaydalar haqqında danışaq. 2-cə dənə şey haqqında danışacağam hələlik. Deməli, birinci olaraq məsələ burasındadır ki, yüksək iştirak periodu, yəni hansı ki daşımalar deyə bilərik biz ona. Yüksək iştirak periodları hansı likvidliyi istəyəcək? Qalın likvidlik. Və ikinci qayda. Aşağı iştirak periodları, ortalamanın altında olan isə nazik likvidliyi istəyəcək. Bəs niyə belədir? Bunları başa düşməzdən əvvəl, bunları başa düşmək üçün ilk olaraq market impact deyilən bir şey haqqında danışmalıyıq. Market impact. Və bu market impact nədir? Gəlin belə düşünək. Yəni, birinci belə baxaq ki, siz deyək ki, burada satış likvidliyi var yenə, aşağıda alış likvidliyi var. Deyək ki, bu hissədə satış likvidliyinin toplamı, məsələn, deyək ki, siz hər qiymətdə burada hansısa bir məhsul var. Burada çox yuxarı qiymətdir, burada çox aşağı qiymətdir. Məsələn, 5 dollar, 6, 7, 8, 9, 10. Siz toplam buradakı likvidliyin miqdarı nə qədər deyək ki, 50. Siz deyək ki, 100 kiloqramlıq alma almaq istəyirsiniz. 100 kiloqram alma almaq istəyirsiniz. Siz nəsiniz? Aktiv, aqressiv iştirakçısınız. Yüksək iştirak periyodusunuz sanki. 100 kiloqramlıq alma almaq istəyirsiniz. Amma siz baxırsınız ki, yaxın qiymətlərdə maksimum 50 kiloqramlıq alma likvidliyi var ki, bu sizi 50 kiloqramını sadəcə ala biləcəksiniz. Və əgər 50 kiloqramını gəlib bunlardan alsanız, hələ də yerdə doldurulmamış 50 kiloqramlıq aqressiv iştirak qalacaq. Və bu da məcbur olacaqsa qiyməti daha da yuxarı qaldırsın, getsin harda özünə likvidlik tapsa, həmin istiqamətdə doldursun. Yəni bir növ burada nazik likvidlik olacaq sizin yüksək iştirakınıza görə. Amma siz əgər ki, gözləsəydiniz ki, burada 50 kiloqram yox, daha qalın likvidlik olsun, daha qalın likvidlik, yəni nə qədər? Sizi doyuracaq qədər. Hardasa deyək ki, nə bilim, 200 kiloqram. Bu zaman siz 100 kiloqram almaq istəyəndə çox rahatlıqla gəlib 5-6 dollara satanlarla rahatca 100 kiloqramlıq həcminizi doldura biləcəydiniz və qiymət bura qədər qalxacaqdı. Yəni bir növ market impact nədir? Nazik likvidliyə yüksək iştirak girsə impact yaranır və sizə sərf eləməz ki, gəlib 5-6 dollardan likvidlik olanda, qalın likvidlik olanda burada yüksək iştirakınızı verməkdənsə, nazik likvidlikdə gedib də buradan 15 dollardan alma alasınız. Ona görə də likvidliyin qalınlığı yüksək iştirak periodlarını özünə çəkir. Aşağı iştirak periodları isə nazik likvidliyi seçir. Niyə? Deyək ki, burada qalın likvidlik var, yuxarı istiqamətdə, aşağıda isə nazik likvidlik var. Burada deyək ki, 500 kiloqramlıq alma satılır, yaxın qiymətlərin toplam likvidliyi. Və siz isə az iştirakçısınız, deyək ki, sadəcə 50 kiloqramlıq şey alınır toplamda. Başqa iştirakçılar da hamısı üstə gələndə. Yəni aşağı iştirak periyodundasınız. Aşağı iştirak periyodu 50 kiloqram, buradakı 500 kiloqramı alıb bitirə bilməyəcək ki, qiyməti buradan bura qədər qaldıra bilsin. Ona görə qalın likvidliyi yeyə bilmədiyinə görə, buradakı satılan almaların hamısını ala bilməyəcəyinə görə bir növ oradan uzaqlaşmalı olur, maksimum onun yanında gözləyə bilər. Və yox da nazik likvidliyə doğru, aşağıdakı alış likvidliyinə doğru digər satıcı həcmi ora daha rahatlıqla hərəkət etdirə biləcək. Çünki aşağıda nazik likvidlik var, rahatlıqla onları yeyə bilirlər. Yəni bir növ, yəni qızıl qaydadan yadınızda saxladınız, yüksək iştirak periodu qalın likvidlik, aşağı iştirak periodu isə nazik likvidliyə tələbat göstərir. İndi gəlin baxaq. Deməli baxaq nəyə? İndi biz bunda iki şeyi, sanki bunun iki tərəfini oxuyanda nəyə fikir verdik?
Aşağı və yüksək iştirak periodları var, nazik və qalın likvidlik var. Məsələn, indi primitiv bir nümunə verim. Çox sadə, rahat bir nümunədən başlayacağam. Deyək ki, aşağı iştirak periodundayıq. Biz baxırıq ki, sarılı, mavili aşağı iştirak periodundayıq və bir növ ortalamanın altında bir həcm girir marketə. Yəni, bu artıq bizə nə deyir? Bu bizə onu deyir ki, sanki bir növ nazik likvidlik tərəfə daha çox meyl eləyəcək qiymət. Və biz qiymət gördük ki, 9.30 burada açıldıqdan sonra, məsələn atıram, qiymət buradan gəlib buraya. Məsəl üçün, hazırda da atıram 9.45'dir. Biz görürük ki, aşağı iştirak periodunda 9.30'dan 9.45'e qədər 15 dəqiqə ərzində, bu arada burada başqa şeylər də olur, məsələn, hamısını çəkmirəm. Qiymət rahatlıqla bu nöqtədən bu nöqtəyə gedib. Artıq biz nəyi bilirik? Aşağı iştirak periodu bu hərəkətə nail olubsa, hələ VPR-a gəlmirəm. Görün nələr var. Deməli 9.30-dan 9.45-ə qədər, buradan bura qədər ki, hərəkətə nail olunubsa, deməli yuxarı qiymətlərdəki likvidlik daha nazikdir. Yoxsa qətiyyən aşağı iştirak periodu qalın likvidliyi bu cür rahatlıqla istehlak edib də marketdə müəyyən bir impact, müəyyən bir volatillik yarada bilməzdi. Deməli qeyd edirik, bura nə? Nazik likvidlik istiqaməti. Bu arada Nasdaq sadəcə Nasdaqın likvidliyinə görə hərəkət edəmir. İnterkorelasiya edən, interstellar bir növ yıldızlar arası toplam bir likvidlik var. Ümumi marketlərə mane olan bir növ dark pool var və bunu isə müəyyən sıradan heatmapdir filandır, o belə forslanmaq üçün onu alətlər göstərmir. Daha ağır riyazi hesablamalar lazımdır arxasında. Və biz nə bildik? Yuxarıda nazik likvidlik var. İndi siz fikirləşin. Hazırda az iştirak periodundayıqsa və hələ də girilməyən bir həcm varsa, deməli bu girəcək və girəndə yüksək iştirak olacaq. Yüksək iştirak periodu gələndə. Bu arada buna aid çox əməliyyat nümunələri var. Görünür ki, çatmayacaq əməliyyatlardan danışmaq. Sadəcə teorik olan hissələri izah edəcəm. Deməli, yüksək iştirak gələndə nə istəyəcək? Yuxarıdakı qaydaya baxaq. Birinci, qalın likvidlik istəyəcək ki, özünü doyura bilsin. Çünki yüksək iştirakda nazik likvidliyini eləmək istəsə, bir növ bunun elədiyinin 5 qatını eləyəcək. Yəni, alışlar gəlib buradan eləməli olacaqlar. Bir növ onları sərf eləməyəcək. Arxada müəyyən bir ciddi səbəbi olmadan yüksək iştirakin girib də bu qədərlik böyük bir hərəkəti, nazik likvidlik istehlak eləməsi onlara mənasız gəlir. Siz olun, böyük bir həcm icra edəcəksiniz. Arxada hər hansı bir səbəb olmadan deyirəm. Ola bilər ki, nəsə bir xəbər filan, o nadir, onlar istisnadır. Onlar da həqiqətən səbəb ola bilər yüksək iştirakin nazik likvidliyi yeməyini. Amma normal bir vəziyyətdə bu şey deyil, yaxşı seçim kimi görünmür. Ona görə də ki, nazik likvidlik tərəfə yüksək iştirak girməyəcəyinə görə, aqressiv həcmlər o tərəfə doğru girməyəcəyinə görə, əksi tərəfə, yəni bir növ likvidliyin qalın olduğu tərəfi seçəcək. Likvidliyin qalın olduğu tərəf isə əksi tərəf. Bəzən bu zonalarla və yaxud da VPR kimi şeylərlə təyin oluna bilər. Yəni bir növ yüksək iştirak periodu gələndə 9.45-dən sonra artıq aşağı qiymətlərdəki qalın likvidliyə əvəz göstərəcək. Bunlar, yəni ki, bir nümunə çəkdim. Bunlar çox əslində dərin mövzulardır, çox mürəkkəb mövzulardır, üstündə çox danışılacaq mövzulardır. Yəni ki, əməliyyat nümunələri və s. də əslində göstərə bilərəm. Sadəcə artıq video çox uzanır. Ümumi olaraq, yəni bu toollar haqqında danışdım. Xeyli şeyi əhatə edik burada gördüyünüz. Deməli belə, əslində bu toollar, yəni ki, bu toollar sadəcə hal-hazırda indiyə kimi community özəl saxlamışam. Sadəcə yeni bir qərara gəldim ki, community içində, yəni bir növ mentorluq içərisindəki işləri daha ciddiləşdirim, daha çox orada əməliyyatlara fokuslanaq, daha çox orada qalan boşluqları, icrahat yanlışları və s. bu kimi istiqamətlərə fokuslanaq, daha vacib mövzulara və ümumi materiallar, ümumi biliyi isə publikin keyfiyyətini artırmaq və daha yararlı olmaq üçün bir növ YouTube-da yerləşdirim. Yəni bir növ belə, bu mövzulardan hələlik bu qədər. Burada göstərdiyim alətləri, iştirak və bir növ cycle analizi üçün lazım ola biləcək alətləri əlavə eləmək üçün aşağıda linkini qoyduğum Telegram kanalına
fikirləşdirə bilərsiniz və yaxud da mənə yaza bilərsiniz, hələ də ora göndərmiş olmasam. Yəni əməliyyat ümumiyyətlə belə baxa bilərik də. Məsəl üçün bir növ bir əməliyyata baxaq. Ondan sonra yekunlaşdırarıq. Deməli belə. Gəlin bura bir dənə fokus olaq. Burada nə baş verib? Bir növ aşağı iştirak periodu keçib. Burada hərraj zonası var. 9:30 burada açılıb, bu nöqtədə açılıb və bu nöqtəyə qədər gəlib. Aşağı iştirak periodunda görürük ki, mavili, sarılı bir hərəkət var. Yəni bu bir növ yuxarıdakı likvidliyin daha nazik olduğunu və yaxud da qiymətin yuxarı hərəkəti ilə daha nazik likvidliklə üzləşdiyini göstərir. Bu və yaxud da aşağı iştirakın bu hərəkətə nail olması elə yenə eyni mənanı verir. Yuxarıda nazik likvidliyin olması mənasını verir. Və aşağıda hərraj zonası varsa, hərraj zonaları nə idi? Tarixi likvidliyi saxlayan, tarixi marağı saxlayan yerlərdir. Bunu da kənara qoysaq, həmin anda biz gamma exposure-ya baxırıq ki, pozitiv gamma mühitindəyik. Əvvəlki videodan yadınızda salsanız, pozitiv gamma mühiti nə deməkdir? Hedgerların qiymət qalxdıqca delta qazanması deməkdir və bir növ qiymət qalxdıqca daha da çox qazandıqlarına görə riski azaltmaqdan ötürü Nasdaqda gedib də, yəni optionsda qazandıqlarına görə Nasdaqda gedib də short açmaları deməkdir. Yəni əksinə əməliyyat açmaları deməkdir. Bu da bir növ eyni zamanda mövcud gözləyən potensial hedging aktivliyinin aşağı istiqamətdə olacağını ehtimal edir. Və burada zonanın yuxarı sərhədindən bir yaxşı əməliyyat şansı verir və həmin əməliyyatın da sonradan gedişatına baxsaq, burada bizim gözləyəcəyimiz yüksək iştirak periodu, yəni bir növ buradan kəsinti olan, burada daşmalar baş verir yenidən. Qırmızılara fikir verirsəz, ortalamanın üstündə həzm girir. Yəni sanki buradan basmışıq, buradan da artmışıq. Yenə yeni bir şey yaratmadıq, nə isə məhv eləmədik. Sadəcə gün içi daxili iştirakın paylanmasını dəyişdik. Yəni belə, bir dənə belə əməliyyat nümunəsi göstərdim. Eyni zamanda ötən dərsdən də bəzi nüansları islah edərək. Deməli, sağ olun, görüşərik.